Braziliyada film səhnələrini xatırladan fırıldaqçılıq hadisəsi baş verib. Unikal xəbər verir ki, özünü zorakılıq və istismar qurbanı kimi tanıdan 12 yaşlı qızcığazın yalanı çox keçmədən ortaya çıxıb. Belə ki, sözü gedən azyaşlının əslində 37 yaşı varmış. Qadın uydurduğu ağlasığmaz yalanlar sayəsində xeyriyyəçi bir ailənin yanına yerləşib və 14 ay müddətində balaca uşaq kimi davranıb. Məlumata görə qadın faciəli hekayəsini ilk olaraq kilsə üzvlərinə danışıb. O, autizmli olduğunu və ailəsinin ona hormonal dərman verdiyini iddia edərək yetkin görünüşünü gizlətməyə çalışıb. Braziliyanın yalanlarına inanan rahiblər ona maddi yardım göstəriblər. Sonra isə onun xeyriyyəçi bir ailədə daimi yaşamasını təmin ediblər. Ailə onu öz övladları kimi qəbul edib, tədricən onunla emosional bağ qurub və sanki öz övladları kimi qayğı göstəriblər. Qadın uşaq obrazını gücləndirmək və yalanını qorumaq üçün evdə daim körpə şüşəsi və əmzik istifadə edib. Geniş miqyaslı fırıldaqçılıq sxemi ailənin qohumlarından birinin vəziyyətdən və qadının davranışından şübhələnərək polisə məlumat verməsi ilə ifşa olunub. Araşdırmalar nəticəsində məlum olub ki, o əvvəllər 5 başqa ştatda oxşar üsullarla ailələri və müəssisələri aldadıb. Uşaq imicinə girərək insanların emosiyalarını istismar edib. Faktla bağlı araşdırmalar davam edir.